Kızlar, bugün menüdə kələm dolmasıdır. Təxminən 700 qram ətə 4 baş soğan, 1 stəkan yumruduyu vururam. Göyərtilərdən petruşka, kişniş, yaşıl reyhan, qara reyhan, bir də göy soğan doğrayacağım. Kızlar, bu dəfə yarpız da vuracağım. Bilirəm, dolmaya yarpız vurulmur, amma kreativliyi sevirəm. Mən bilmirəm siz necə, amma kələm dolmasına qırmızı biber, pomidor da qatıram. Çox da dadlı alınır, maraqlı alınır. Bir də onu deyim ki, xanımlar, Azərbaycan mətbəxi o qədər zəngindir ki, hər yeməyin ən azı 5-6 növ bişirmə qaydası var. Kimsə nəyisə sevir, qatır, kimsə nəyisə sevmir, qatmır. Çəkəcəm, daha tez olsun və hamar olsun. Bu arada dolma dadlı alınması üçün ət yağlı olmalıdır. Quyruğu bol eləyirəm. İçinə də yağ qatıram. Bu da çox ləzzətli alınır. Əslində bu cür dolmanı Ukraynalılar çox edirlər. Onlar sevirlər belə şeyləri qatmağı. Pomidordur, biberdir, hətta kök də qatırlar. Qalupçı deyirlər onlar buna. Bu dad mənə çox xoş gəlir. Qızlar, siz kələm dolmasına hansı göyərtilərdən istifadə edirsiniz? 1 stəkan su əlavə edirəm. Üzərinə 1 xörək qaşığı şəkər götürdüm. 2 xörək qaşığı alça turşusu. Elə öz suyundan tökəcəm. Bəh.